Dedik ki, AI bizi əvəz eləyə bilməz, amma biz onu təkmilləşdirib özümüzə köməkçi kimi, agent kimi seçməliyik. Bu nə deməkdir? ChatGPT təsəvvür edin bir promptdur, ümumi bilgilərə sahibdir. Siz onu özünüz, öz biliklərinizdən, öz işinizdən örgədə, ya ki bir tələbəni örgədirsiniz də, onu gətirirsiniz, istədiyiniz vəziyyətə çatdırırsınız. Gəlin baxaq, AI biznes analitiklərinin işinə necə tətbiq oluna bilər? Yəni, necə istifadə edə bilər? Bizim təlimimizin məqsədi odur ki, AI alətlərini real BA, yəni IT BA iş axınında praktiki tətbiq etmək bacarığını qazandıraq. Prompt engineering texnikalarını, BA deliverables-larına tətbiq eləyək. Banking və insurance case studiyalarında real təcrübəni əldə edək. AI, yəni Artificial Intelligence BA üçün nədir? Gəlin baxaq. AI məlumatları emal eləyir, amma qərarı biz veririk. Co-analist birgə düşünmə, birgə çıxış əldə etmə və biz konteksti veririk, o strukturlaşdırır və sürətləndirir. Yəni, co-pilot yox, co-analistdir. AI BA-nin işini əvəz eləmir, onu gücləndirir. Bizim domain biliklərimiz, mühakimə gətirməklərimiz, AI isə sürət, struktur və analiz gətirir. Gəlin baxaq BA iş axını xəritəsini. Dedik, discover eləyirik, stakeholder müsahibələri, biznes problemi, cari vəziyyətin öyrənilməsi, analiz eləyirik, tələblərin analizi, boşluq tədqiqi, prioritetləşdirmə, validate edirik, UAT, qəbul kriteriyaları, stakeholder təsdiqləri. Bundan sonra AI-nin istifadə qaydası keçir ortalığa ki, input, context, prompt, output, review kimi. Input nədir? Biznes konteksti, sənəd məlumatı daxil edirik. Context, stakeholder, sistem, məqsəd izah edirik. Prompt, role, task, format, constraint ilə düzgün sualları qururuq. Output, review, nəticə alınır, yoxlanılır, BA tərəfindən təsdiqlənir. Gəlin baxaq, prompt engineering nədir? Prompt engineering bizim düzgün prompt yazmağımızdır. Axtardığımız bir şeydə düzgün kontekst verərək nəticəni almağımızdır. AI-yə kim olduğumuzu bildirməliyik. Prompt engineering başlanğıcı buradan başlayırız. Yəni, sən kim olduğunu bildirməlisən AI-yə. Kontekst formatı, layihə konteksti əlavə eləməliyik, çıxış formatını müəyyən eləməliyik, taskı dəqiq tapşırığı verməliyik və constraint, maksimum, yəni ona bir şey verməliyik ki, yəni bu qədər yazda, bundan artıq yazma. Məsələn, deyək tələb toplama zamanı AI, stakeholder rolunu və prioritetlərini müəyyən etmiş sual siyahısı yaradın. Prompt, yəni sən senior BA olsan, filan layihə üçün CTO ilə illustration suallarını yaz. Gap analiz üçün mövcud proses problemləri aşkar edən açıq sualları generasiya eləyir. AI çıxışını review eləyin deyir. Gəlin indi baxaq. Yazırıq ki, banking case-ində digital loan onboarding illustration promptları nə deməkdir? Gəl baxaq, bu promptu yazaq. Görək nə nəticə əldə edəcək. ChatGPT, məndə plusdur. Niyə girməyib bu? Keçim qeydiyyatdan bir dəqiqə. Hə. Haradadır mənim prezentasiyam? Bu deyil. Hə, bu. Gətirək bura. Deyək ki, nə deyir? Deyirsən, təcrübəli BA-sən, loan onboarding sessiyasına 10 açıq sual hazır, müştəri kredit analitik komandası nöqteyi nəzərdən yaz. Gəl bunu kopyalayaq, bura yazaq. Layihə olaraq nə layihəsi istəyirsiniz baxmaq? Digital loan onboarding şeydir, digital, yəni onlayn kredit. Olsun, fərq yoxdur. Onlayn kredit əldə etmə. Görürsünüz, nə edib? Kim olduğunu yazıb. Prompt sözünü silək. Nə istədiyini yazıb. Rəqəmlə yazıb. Və kim olaraq nöqteyi nəzərdən yaz deyib də. Yəni,
Bilirsiniz bu nədir? Yəni biz biznes analitik oluruq, bizə suallar gəlir. O sualları biz ChatGPT ilə birinci müzakirə edirik, layihəmizdə boşluqları aradan qaldırırıq. CEO-nun və ya digərlərinin qarşısına oje hazırlaşmış çıxırıq. Yəni o bizə assistent kimi bir dənə sual-cavab eləyir. Gəlin görək necə bir nəticə əldə eləyəcəyik buradan. Nə oldu? Görsün yazdı. Deyir aşağıda onlayn kredit əldə etmək üçün stakeholder ilə aparılan elicitation sessiyası zamanı istifadə edə biləcək açıq suallar verilib. Suallar fərqli stakeholder qruplarına və baxış bucağına əhatə edir biznesə ehtiyaclanan problemləri. Və görürsünüz, customer perspektivindən yazıb. Müştəri onlayn kreditini hansı səbəblə başlayır? Əsas məqsədi nə olur? Müraciət prosesində müştəriyə ən çox çətinlik çəkdiyi və prosesi yarımçıq tərk etdiyi mərhələ hansıdır? Müştəri kredit müraciətinin hansı statusu barədə məlumatlar almalıdır, hansı kanaldan almalıdır, etibarı artırmaq üçün hansı məlumatlar tətbiq edilməlidir. Kredit analitik perspektivi, kredit qərarı verərkən hansı məlumatlar sizin üçün kritikdir, ən çox vaxt aparan əllə görülən iş hansıdır, hansı hallarda avtomatik qərar kifayət etmir, yəni manual qiymətləndirmə ehtiyacı yaranır. IT komandası perspektivindən görürsünüz, yazıb 8-ci sualı. Onlayn kredit prosesini həyata keçirmək üçün hansı daxili və xarici sistemlərdən inteqrasiya tələb olunur? İnteqrasiyada əsas risklər nədir? Sistemin performansı təhlükəsizliyi, əlçatanlığı barədə hansı qeyri-funksional tələblər nəzərə alınmalıdır? Gələcəkdə yeni kredit məhsulları və biznes qaydaları əlavə edilərsə, sistemi daha çevik etmək üçün hansı texnikanın yanaşmalar nəzərdən keçirilməlidir? Bu da bonus follow-up sualları, özündən suallar da yazıb. Görürsən, sonra deyir, bu tip sualları yalnız mövcud prosesi anlamağı deyil, həm də gələcək hər funksional tələbləri, biznes qaydaları, riskləri anlamağa imkan verir. Görürsən, bir dənə prompt yazdım, mənə açıq yazdı hər şeyi. Baxaq. KYC dokument yükleme adımı üçün mövcud əziz prosesinin ağır nöqtələrini müəyyən et. Format, problem, təsir, prioritet. Görürsün, formatı verib məsəl üçün. Deyir, yəni mənə bu formatda yaz da, hər sözü, yəni özün fikirləşdiyin kimi yazma. İstədiyin formatda yazırsan, o sənə verir. Məsələn, sizin işinizə aid olan bir prompt yaza bilərik də. Siz harada işləyirdiniz? Oteldə nə olaraq? Mən xərclər üzrə nəzarətçi, cost control. Və düşün ki, cost control üzrə mütəxəssissən. Oy. Azərbaycanda bir oteldə çalışırsan. Nəyi dəyişmək istəyirsiniz? Nəyisə optimallaşdırmaq istəyirsiniz? Ha, olar sistemi. Optimallaşma üçün təklif verməlisən. İşlətdiyiniz sistem köhnə. Nəyin üstündədir işlətdiyiniz sistem? Bizdə iScala proqramıdır. Necə yazılır o? İSK A-lı. Hansı boşluqları müəyyən etmişsiniz ona? Bəli. Hansı boşluqları deyin? Burada daha çox silinmə prosesi yoxdur. Silinmə prosesi yoxdur. Sonra boşluqlar var. Demişsiniz keçən dəfə dublikat datalar daxil olur. Dublikat datalar insert edilir. Bunu hər işçiyə ayrı-ayrı başa salmaq. Mənə əlavə yüklü. Satış, yəni kassadan birbaşa inteqrasiya olsun. Kassadan birbaşa inteqrasiya olmasını istəyirəm. Bu təklifləri rəhbərliyə nə şəkildə təqdim edə bilərəm? Bunu qısa formada yaz. Prompt belə yazılır. Görürsünüz, yazdı. Cost control prosesinin optimallaşdırılması üzrə təkliflər, mövcud problemləri çıxartdı. İstifadə olunan iScala platforması köhnə olduğundan bəzi funksional məhdudiyyətlər mövcuddur. Sistemdə silinmə, delete mexanizmi olmadığı üçün artıq və səhv məlumatlar bazada qalır. Duplikat məlumatların daxil. Bunu səhv götürüb. O silinmə deyəndə onu nəzərdə tutmamışdı. Nəyi?
Elə bir ki, məsələn, satış olur da, tutaq ki, yemək sifariş verirsən. Hə, elə silinmə. O anbardan silinməlidir axı. Anbardan Ona. silinməni nəzərdə tuturdum. Hə, sırx elə. İşte olmadı. Axşam mən deyim. Hə, anbar əməliyyatlarının silinmə. Dili funksiyalallığı olmadığı üçün səhv və ya artıq yaradılmış məhsulların qeydlərini sistemdən silmək mümkün olmur. Bu isə məlumat bazasında lazımsız qeydlərin qalmasına, istifadəçilərin yanlış məlumatlarla işləmə riskinin artmasına səbəb olur. Görürsünüz, problemi yazıb. Anbarda səhv və ya artıq yaradılmış məlumatların qeydlərinin silinməsi. Anbar modulu üçün məhsul qeydlərinin silinməsi və arxivləşdirilməsi, audit izi saxlanılmaqla. Məlumat keyfiyyəti artır, artıq qeydlər aradan qalxır. Görürsünüz, yazıb tubi, əzizi tubini qəhvədə çıxardıb. Sonra nə deyir? Proseslər standartlaşdırılmadan hər yeni əməkdaşda eyni izahların verilməsi əlavə vaxt gecikməsinə səbəb olur. Kassa sistemi ilə birbaşa inteqrasiya olmadığı üçün məlumatlar əllə daxil edir. İnsan səhvi riski artırır. Təkliflər verib. Dublikat məlumatların qarşısını alan sistem yoxlamalarının, validationların tətbiqi, məlumatların arxivləşdirmə sisteminə, o silinməni səhv yazıb da. Kassa sistemi ilə birbaşa əlaqə qurulması, gözlənilən nəticə, manual əməkdaşların vaxt gecikməsi və s. və ilə axır. İndi gəlin bundan istəyək ki, yuxarıda verdiyin təklifləri texniki necə detallandırmaq olar? Professional təqdimat hazırla. Təqdimat hazırla 5 slayd. Pythonda burada. PPT fayl, mən yazmamışam axı faylı. PPT fayl kimi qur. Və ya Canva-ya inteqrasiya ilə. Niyə Python yadında qalıb? Çox maraqlıdır, onu bilmirəm. Hə, yox, yazdı hamısını. Flight da hazırladı, heç mən yazmamış. Amma şəkil qoymayıb da, belə quru-quru yazıb. Görək bunun şəkillərinə necə təsvir edir. Bunu şəkillər ilə qur. Et. Hazırla. Hər şeydə soruşur, gəlin biz deyək, hazırla. Adamın ürəyini çəkir da. Birinci Python verir. Python'ı vermə birinci. Zalım. Aha, şükür Allaha ki, çıxartdı ortalığa. Aha, yeni şəkil qurdu da bu. Rəngi də elə verib ki, heç nə yoxdur. Məqsəd manual əməliyyat azaltmaq. Amma belə öyrənir də uca. Mən bunu bilirsiniz necə yazacağam? Yazacağam ki, oy. Sizdə pulludur deyəsən, hə? Hə, plusdur. Niyə belə oldu bu? Dondu. Hərfləri qara ilə yaz. Hərfləri qara ilə yaz. Hə, bu özündə Python-a çevirir, sonra şey eləyir. Hə, yazdım.
Cost control optimallaşdırma. Məqsəd manual əməliyyatları azaltmaq, məlumat keyfini artırmaq, əhatə, ambar modu, iScala, ERP, postkassa inteqrasiyası, data idarə etməsi. Əziz problemlər. Gözəl silinmə yoxdur, post dublikat standart yoxdur. Gəl Tubi-də bunu əvəz eləyib. Tubi həll arxitekturası çəkib. Bunun arxitekturası. Belə arxitektura olur. Post, API, etili, iskala, rep. Bu çox belə şey istəyir. Gərək mən bunu başa salım, bütün sistemi izah eləyim, o mənə versin. Amma bunu eləmək lazımdır. Niyə görə? Çünki bizim əlimizdən tutub. Məsələn, biz işdə bunu eləməyə çalışırıq ki, əlimizdən tutur bizim bu. Öyrətməliyəm mən ona, mənimsətməliyəm. Belə hər gün ona danışaraq mənimsətməliyəm. Deyək, zərər qeydiyyatı discovery promptları nədir? Sığorta zərər qeydiyyatı üçün stakeholderdən hansı məlumatlar toplamaq lazımdır? Bu dənə məsələn bunu yazaq bir prompt kimi. Görək nə çıxardacaq bizə. Command C. Niyə belə işləyir? Mənim internetimdədir problem. Bu donur. Refresh atım. Bəlkə çox şey açılıb. Ola bilər. Mən kompüterimdə çox şey açılır da. Niyə kopyalanmadı? Bizə nə qədər iş versən ver, yüklənmirik. Bu AI. Dondu. Olur arada bunda belə şeylər. Donur. 3 dənə neçə dəfə nəsə istəyirik, donur, ürək gedir. Nə oldu buna? Görsən özdə yazıb ki, ChatGPT hata yapa bilir, önəmli bilgiləri kontrol edin. Bunu çıxartdı. First notice of loss. Hadisənin ilk bildiriş tarixi, vaxtı, müraciəti, müştəri call center. Görürsünüz, şey çıxartdı bizim üçün. Strukturlaşdırdı. Yadınızda stakeholder management. Tapşırıq istəyirdim ki, stakeholder management. Onu buradan baxıb yazmaq olar. Ki, nədir? Sualları da çıxartdı ki, hansı suallar vermək olar, kim nəyə cavab verir, hamısını çıxartdı. Gəlin mini case verək. Avtosxorta MMC 3 günə endirildi. AI scope 12 əsasda bir səssiz ya da müəyyən edildi. Mini case versin bizə. Məsələn, avtosığorta MMC qeydiyyatı prosesi müxtəlif şöbələrin iştirakçıları tələblərin toplanıb bir neçə workshop keçirməsi tələb olunur, 3 gün davam edir. Nəticə, tələblər natamam qalırdı və s. Həll. Görürsünüz, həlli tapıb, yazıb ki, 90 dəqiqəlik illustration sessiyası ərzində 12 əsas biznes tələb. Görürsün, illustration müddətini yazıb. AI business analizdə əvəz etmir, lakin düzgün discovery promptları sayəsində stakeholder görüşlər daha məhsuldar keçir. Struktur verir də mənə, yəni planım hazırdır əlimdə, görüşə belə girirəm. Daha çox strukturlaşdırır hər şeyi, yəni bizim biliklərimizi. Meeting analiz edir. Məsələn, strukturu məlumata çevirir, AI ilə avtomatik qeydləri kateqoriyalaşdırırıq, vaxtın 70%-ni azaldan analiz prosesləri keçiririk. Sonra action item çıxarır. AI meeting qeydlərinin avtomatik tapşırıqları, sahiblərinin son tarixlərini müəyyən edir, risk log yaradır. AI danışılan potensial riskləri, təsir səviyyəsini, mitigationlar addımlarını çıxarır. Decision log AI qərar nöqtələrini, əsaslandırmanı, təsirə məruz qalan strukturlu cədvəldə sıraya düşür. Və məsələn, aşağıda meeting transkripsiyasından action itemları çıxar. Görək bunu nə yazacaq ki, bunu kopyalayaq.
Bax yazdım, mini case AI-nin nəticəsi. AI nə actionlar götürür? Kredit müraciət hekayəni yeniləmək, kompans təsdiqini gözləmək və s. riskləri çıxartdı, əldə olunan faydaları çıxartdı. Görürsünüz, hamısını çıxartdı. Biz bunu əllə eləyəcəydik, özü çıxartdı, verdi. İstəsən bunu prezentasiyada kimi yazar, Word dokument kimi yazar, PDF kimi yazar. Yəni nə desəm eləyər də, yəni düzgün şəkildə. Stakeholder mapping və AI ilə təsir analizi nədir? Gəlin baxaq. Stakeholderin siyahısını AI ilə avtomatik kateqoriyalaşdırırıq. AI ilə hər stakeholder üçün təsir skorunu hesablayırıq. Güc, maraq matrisi, high power, high interest prioritetlər. Yadınızdadır, keçmişdik bu matrisləri. Engagement strategiyası, inform, consult, collaborate, lead və yaxud race matrix çıxarda bilər. Məsəl üçün, rolları müəyyən edirik. Layihədəki hər stakeholder üçün race matrix cədvəl yaradırıq. PMBA, Dev, QA, banking case, digital loan onboarding üçün responsible kimdir? Insurance case üçün prompt file'lar. Məsəl üçün, ki sizin otel sistemində reisi matrix yarat. İdarə etmək üçün reisi matrix yarat. İşi icra edən, son qərara cavabdeh, məsləhətləşilən, məlumatlandıran reisidir. Məsəl üçün, yeni məhsulun yaradılması, cost control, ambar, kassa, satın alma, maliyyə, IT, otel meneceri. Görürsünüz, hamısını göstərib. Məhsul məlumatının yenilənməsində kimlədir? Məhsulun deaktiv edilməsində, dublikat məhsulların yoxlanılmasında, ambar qalıqlarının yoxlanılması, post kassada, cost kontrolda, ən kritik proseslər üçün reisi yaradıb. Yəni bu reisi matrisi ona kömək edir ki, təzə işə gələnə bunu veririk, göstəririk ki, reis üzrə bu filan kəs məsuliyyət daşıyır, filan kəs consultantdır, filan kəs informatdır və o bilir ki, kimdən gedib nəyə soruşmalıdır. Problem statement, mövcud vəziyyəti, ağrı nöqtəsini, biznes zərərini dəqiq təsvir edirik. Goal objective, ölçülə bilən uğur meyarı, KPI və gözlənilən nəticə çıxardırıq. Scope definition, in scope, out of scope elementləri, sistem sərhədlərini müəyyən edirik. AI ilə BRD strukturunun hazırlanması, executive summary hazırlamaq, problemi, məqsədi, biznes dəyəri, AI ilə qısa formada strukturlaşdırılır. Scope-u təyin etməli, in scope, out of scope verilməsini, edge case-ləri birlikdə generate eləməli, requirements matrix, funksional, qeyri-funksional və biznes tələblərinin cədvəl formatında yazmalıyıq, approval və sign-offlar, stakeholder onay seksiyasını reisi və risk qeydlərlə tamamlamalıyıq. Funksional tələb yazmaq üçün promptlar. Məsələn, sən BA ekspertisən, prosesin adı üçün istifadəçi hərəkətlərini, sistem cavablarını, iş qaydalarını hədən funksional tələblər yaz. Görək nə yazacaq. Hansı prosesdə deyək, məsəl üçün. Cost control deyək. Cost control. Görürsən, otel özü yazır. Çünki bayaqdan danışmıram ki, otel belə. Görürsən, yadına saxlayıb. Yəni, onu mənimsədirsənsə, o yadına saxlayır onu sıra. Mənimsədəsən onu. Görürsən, FR-ları çıxartdı, iş biznes qaydası, kassa sistemi və s. Görürsən, FR BR-ları da çıxartdı, biznes requirementlər, məhsul kodu, barkod unikal olmalıdır, fiziki silmə əvəzinə arxiv inaktiv mexanizmi istifadə edilməlidir. Yəni, deyir, hər şey silmək olmazdı, arxivləşdirməlisən, logda saxlanmalıdır, audit logda və s. Müştəri internet banking limitini artırmaq, sistemin etməli olduğu hər addım üçün funksional tələb yaz, qəbul meyarlarını orada əlavə edir. Gələk, bunu yazaq. Görsən, bəyək bilmir, indi başa düşür deyə temanı səhv eləmir çox da. Future nədir? Kart limitinin artırılması. Bu future-da mən onu mənimsətmişəm. Kartların siyahısını göstərmə, acceptance criteria. Bilir ki, o future belə yazılmalıdır, acceptance criteria ilə. Kart seçimi, yeni indim görsən, yazdı acceptance criteria, heç əziyyət çəkmədin. Yəni, bizim PO-lar bu dəqiqə yazırlar, elə hər şeyi ChatGPT yazır, onlara verir. Yəni, belə. Yəni, özlərinə
prompt yazıblar, mənimsədiblər, necə işlətmək istəyirlər, yazırlar. NFR üçün AI checklist. Performans, cavab vaxtı, yük həcmi, SLA tələbləri AI-lar ilə müəyyənləşdirilir. Təhlükəsizlik, autentifikasiya, şifrələnmə, audit-log, NFR-lar yoxlanılır. Uyğunluqlar yoxlanılır. Gəlin acceptance kriteriyaya baxaq. Given ilkin şərt və konteksti müəyyən edilir. When, then. Görürsünüz, hamısı given, when, then, Gherkin formatı ilə bir mənalı qəbul kriteriyaları yazılır və nə vaxt yazır, onu göstərir bizə. User story keyfiyyət yoxlanması, Invest plus AI review nədir? Invest framework, independence and negotiable, yəni asılılıqlar və müzakirələr olmalıdır. Small testable, kiçik sprintə sığan və test edilə bilən olmalıdır. Valuable, estimable, biznesləri aydın qiymətləndirə bilən olmalıdır. AI review promptu, bu user invest kriteriyalarına uyğundurmu? Zəif tərəflərini göstərir. Yazırıq, o bizə göstərir. User story 1, məsələn, müştəri kart limitinin mobil app vasitəsilə əldə edilməyə görə qəbul meyarı limit 500 manat, mövcud limitin 3 qatı olmalıdır. User story 2, sistem avtomatik kredit skoru yoxlamalıdır. A350 plus balotda ani təsdiq etməlidir. Investdə uyğun olmalıdır. Biz yazırıq AI Pro, sən senior BA-sən. Bax, görsən yazıb, indi bu promptu yazaq, görək nə olacaq. Yazdı ki, hansında given, when, then istifadə etmək lazımdır. User story, müştəri olaraq polis bitmədən 30 gün əvvəl bildiriş almaq istəyirəm ki, yeniləməni vaxtında edim. User story 2, agent olaraq müştərinin əvvəlki polis məlumatlarını avtomatik doldurmuş formada görmək istəyirəm. User story 3, sistem olaraq yeniləmə zamanı risk skoru dəyişibsə, premium avtomatik yenidən hesablanmalıdır. AI promptu, sığorta polisi yeniləməsi üçün invest kriteriyasına uyğun 5 story yaz deyirik. Sonra BPM-in addımlarını çıxartma. AI-yə proses təsvirini verin. O avtomatik start, task, gateway və end eventlərini müəyyən edir. Prompt yazır. Aşağıdakı proses təsvirini BPM-in elementlərini çıxartmalıyıq. Sən bax, indi bunu kopyalayaq, yazaq, görək nə çıxardacaq. Görürsünüz, çıxartdır given benzenləri və s. Hamısını burada göstərdi. Əziz və to be proseslərinin müqayisəsini eləyir. Əziz prosesin mövcud axını, manual addımları, gecikmələri, əl ilə olan müdaxilələr, təkrarlanan tapşırıqları yazırıq. To be proses hədəf axını avtomatlaşdırılmış yoxlamayı real time bildirir. AI dəstəkli qərar, sürətli onboarding, gap analiz promptu. Aşağıdakı əziz proses addımlarını analiz edir. Hər addım üçün əsas problemləri, gecikmə səbəblərini, avtomatlaşdırma potensialını müəyyən edir. Banking mini proses. Bunu gəlin kopyalayaq, görək nə çıxardır. Çıxartdı. Əziz mövcud vəziyyət. Görürsünüz, kredit müraciətinin emalı orta hesabla 5 gün davam edir. Prosesdə 8 manual addım mövcuddur. Sənədlər əməkdaş tərəfindən əlindən yoxlanır. Kredit skorlaması manual qiymətləndirmə ilə dəstəklənir. Müxtəlif mərhələlərdə 3 ayrı insan təsdiqi tələb olunur. Təkrar yoxlamalar səbəbindən gecikmələrin əsas problemlər. Uzun emal müddəti, manual iş yükünün yüksək olması, insan səhvi riski, təkrar yoxlamalar, SLA gecikmələri. To be təklif olunan həll, AI əsaslı kredit skorlaması, avtomatik sənəd yoxlanışı və s. Kredit müraciətinin emalı 5 gündə 4 saata indirilir. Sahə emal müddəti, gap analiz
analizi çıxardıb sənə təklif edir ki, əziz to bu gətirmə analizi strukturu uyğun rəhbərliyə təqdimat eləyimmi deyir. Flowchart promptu, proses axını, qərar nöqtələri, alternativ yolları, vizuallaşdırır, sekvens diaqramı, sistem komponentləri arasında mesaj axını və zaman sırasını göstərir, kontekst diaqramı, sistemin xarici aktyorlar və data axınları ilə əlaqəsini xəritələyir, diaqram promptları, flowchart, sekvens, kontekst, data flow analizi və source target mapping, source sistemləri müəyyənləşdirir, CRM, ERP, core banking, legacy DB, target sistemə çatdırma, DVH, API, reporting layer, data lake, transformation qaydaları, field mapping, data type, business logic, promptu, məsəl üçün bu cür yazırıq. Data dictionary yaratmaq. Prompt sistem adı üçün data dictionary yaradırıq. Field adı, tip, uzunluq, məcburi, iş qaydası, struktur, field name, data type, length, nullable, business rule, source system, AI ilə validation qaydaları, hər field üçün format, range və constraint qaydalarını müəyyən edirik. Glossary prompt, domain terminlərini iş istifadəsi üçün sadə dildə izah edirik. Banking case, KYC, data validation, müştəri identifikasiyası üçün ad, doğum tarixi, ünvan və sənəd nömrəsinin səhifələrinin validation qaydaları müəyyən edilir. AI promptu, KYC onboarding üçün hər data sahəsinə format, uzunluq, məcburi constraintləri yazırıq. Data dictionary, field adı, tipi, uzunluğu, nullable statusları və patternləri yazılır. Sən data modelləri də belə. Gəlin baxaq endpointlərə. Endpointin təsvirini yazırıq. Banking mini case'ində gəlin bu endpointi kopyalayaq. Görün indi necə bir prompt yazır. Görürsünüz, yazdırır. Bütün JSON-ı hamısını çıxartdı. HTTP, JSON formatları, LAN application, validation errorları, konfliktləri hamısını çıxardır. Yəni burada və matrixə də yazır. Hansı API nəyə xidmət edir, bunu da göstərir bizə. Kafka məsələn tələbləri varsa MQ-dur, webhook-dur, real-time access üçün HTTP callback mexanizmidir, MQ, message queue, sistem komponentləri arasında etibarlı ardıcıl mesaj ötürülməsidir və Kafka yüksək həcmli event streaming üçün asinxron mesajlaşma arxitekturasıdır, bunu eləyir. Business rule-ları AI ilə müəyyən edirik, bu prosesdən if-then qaydalarını çıxaraq decision table strukturu eləyir, banking kredit riskinin qaydalarını ona mənimsədirik. Boundary conditions, yəni minimum, maksimum, boş dəyər, null input ssenariləri, AI prompt, bu iş qaydası üçün bütün istisna halları, sərhəd şərtlərini siyahla, yəni biz hamısını buradan çıxarda bilərik. Yəni AI ilə hətta riski də analiz eləyərik. Gəlin baxaq, görə riski necə analiz eləyir. Yazırıq bunu promptu AI-yə. Kredit qərarının gecikməsi, uyğunluq yoxlanın. Görürsünüz, riskləri, ehtimalları çıxartdı. Orta, aşağı, orta, aşağı. Görürsünüz, riskləri prioritetləşdirdi. Əməliyyat, uyğunluq, təhlükəsizliyi, əməliyyat və s. Məlumat məxfiliyi, müştəri datasını AI-yə göndərməzdən əvvəl anonimləşdirin. Məsəl üçün deyir, bunu çünki məxfilik vacibdir. Bizdə məsəl üçün AI-yə bizim şirkətdə şəkil və s. atmağa icazə vermirlər. Çıxışı birinci il mənbə ilə çarpaz yoxlayın. AI cavabını domain ekspertindən təsdiqləyin. Hər hallucination riskini, çünki hallucination riski ola bilər. AI-da hallusinasiya görə bilər. UAT plan hazırlığı, UAT plan strukturu, skopu yazırıq. Məsələn, indi baxın promptda. Görə bizə nə çıxardacaq UAT üçün. UAT keçən dəfə keçmişdik, nə idi? Yadımdan çıxın. User acceptance test. Acceptance, hə. Görürsünüz, çıxartdı bütün ssenariləri. Yəni hamısını rahatlıqla çıxardır belə.
Test case generationında məsəl üçün əsas biz baxmalıyıq ki, bizim biznes tələblərə uyğunluq varmı, bizim dokumentasiya ilə uyğundurmu? Yəni əsas bunlara baxmalıyıq. Defekt analizi və root cause promptları. Gəlin baxaq bu promptlara. Defekt təsviri. Görürsüz, burada görürük defekti necə təsvir edib. Görürsüz, göstərib şurada. Nümunə defekt, belə yazırıq. Environment, preconditions, step reduce. Keçən dərs keçmişdik bizim ki, expected result, actual result, belə severity. Yəni necə gözlənilir və indiki vəziyyət nədir? Bu tipli yazırıq. Dəyişikliyin təsir analizi, skop təsiri, hansı tələblər, proseslər və sistemlər dəyişdən birbaşa təsirlərin risk qiymətləndirməsi, dəyişikliyin texniki, biznes, compliance riskləri, AI ilə sınanan stakeholder bildirişi, AI ilə CR'ın kimin üçün nə dərəcədə prioritetli olduğu müəyyənləşdirilir. Məsələn, biz keçmişdik Voskov və SVG və Value Effort matrixləri keçmişdik ki, yəni bu quick winlər necə araşdırılır, bizim bu prioritetləşdirməmiz necə olur. Bir prompt, user story, resource acceptance criteria, BPM-in addımları, list logo, BRD bölməsi, test ssenariləri. Mənim sizdən tələb eləyəcəyim dokumentasiya bunları ehtiva eləyir ki, yəni nələri biz keçəcəyik. Yəni bizim bir dərsimiz qaldı. Bir dərsdən sonra keçirik biz dokument yazmağa. Yəni dokumentdən bekləntim budur. Yəni göstərəcəm sizə həmin o dokumentlərdə ChatGPT və ya yardımıyla yaza bilməniz üçün nəsə öyrənməlisiniz. Yəni promptları bildiniz, necə yazmaq lazımdır onu bildiniz. Yəni sürətli yazmaq üçün. Yəni example'lar göstərəcəm ən əsası ki, dokumentasiyanı belə yazın. ITBA documentation example. Belə case'lər verəcəyik. Biz onu, görün burada fərqli var, yəqin ki olmayacaq. Mən öz dokumentlərimdən göstərəcəm sizə ki, necə yazmaq lazımdır qaydasını da və onunla biz gedəcəyik. Burada açılır. Normal. Məsələn, bu biraz indi mürəkkəbdir də, yəni bu dərəcədə yazmırıq hal-hazırda. Mən sizə öz dokumentlərimdən göstərirəm, burada nümunə yoxdur. Yəni sadə şəkildə olur. Dəqiqə. Göndərilən Dəniz Əliyeva. Görün bu nə tərcüdür. Yox, bu da deyil. Budur deyəsən. Görürsünüz, bir yerde yazmışam. To be flow status model yazmışam. Necə iştirak eləyir onu yazmışam. Ondan sonra ssenari, audit log nöqtələri, UI, user story 2, fail olanda nə olacaq? Belə bir dokumentasiya yazacağıq bizdə. Yəni bunun kimi. Mən sizə nümunənizi atacağım, case'ləri verəcəm. Hər dəfə yəni onu yazıb gətirəcəksiniz. Mən də baxacağım. Yəni bax belə.